Salam dəyərli izləyicilər, mən siyasi bloger Elnur Əliyev. Bəzən mənə sual verirlər ki, Elnur bəy, Azərbaycan xalqı nə zaman ayağa qalxacaq? Mənim əzizlərim, Azərbaycan xalqı bu gedişlə ayağa qalxası bir şey deyil. Çünki nə aksiyalara çıxırlar, nə mitinqlərə çıxırlar. Elə bir-birlərinin İraq yaxşılarından, bir-birlərinin ətlərini didməklə, bir-birlərinin aralarını vurmaqla, bir-birlərinə diş atmaqla məşğuldular. Bu gedişlə ömrü boyu xalq qalxıb ayağa, ömrü boyu bu hakimiyyəti devr edə bilməz. Birinci növbədə insanlar öz içindəki qurtları öldürməlidir. Kiminsə qabağa getməyini istəməyib, onun torbasını tikməli deyil. Ən birinci növbədə belə olmaq lazımdır. Hələ baxırsa ki, müxalif yönlü insanların 99%-də birlik yoxdur. Ayrı seçkilik var. Ömrü boyu da heç vaxt qabağa getməyəcəksiniz. Ömrü boyu. Hələ ömrü boyu da beləncə qalacaq. Ayağa qalxmaq lazımdır, bir olmaq lazımdır. Fahişə olmaq lazım deyil.